Beyin, qorxu və idarə olunan şüur. İnsan bədəni mürəkkəb bir mexanizmdir. Amma bu mexanizmin mərkəzində bir orqan dayanır ki, bütün həyatı o idarə edir. Bu orqan beyindir. Beyin nə qədər kiçik görünsə də, insanın verdiyi bütün qərarların, sevdiklərinin, nifrət etdiklərinin, qorxuların və ümidlərin arxasında məhz o dayanır. Əslində biz dünyanı olduğu kimi görmürük. Biz dünyanı beynimizin bizə icazə verdiyi qədəri ilə görürük və çox adamın bilmədiyi bir həqiqət var. Beyin əsas məqsədi səni ağıllı etmək deyil, onun əsas məqsədi səni sağ-sağlamaqdır. Buna görə də beyin risk sevmir. Təhlükə hiss edəndə düşünməyi yox, qaçmağı və ya hücum etməyi seçir. Bu mexanizm 1000 illər əvvəl bizi vəhşi heyvanlardan qoruyurdu. Amma bugün eyni mexanizm bizi informasiya bombardımanından qoruya bilmir. Çünki bugün təhlükə meşədən çıxmır, təhlükə ekrandan gəlir. Xəbərlər, sosial şəbəkələr, qorxu yayan videolar, bunların hamısı birbaşa beynin ən zəif nöqtəsinə toxunur və insanı düşünməkdən, reallığı görməkdən, öz beynini formalaşdırmaqdan uzaqlaşdırır, emosiyalara tutunmağa məcbur edir. Qorxan insan düşünmür, qəzəblənən insan ölçüb biçmir, həyəcanlanan insan detalları görmür və bu vəziyyət təsadüfi deyil. Müasir dünyada savaşlar təkcə torpaq uğrunda aparılmır. Ən böyük savaş beyinlər uğrundadır. Kim qorxunu idarə edirsə, o kütləni də idarə edir. Kim informasiyanı necə verəcəyini bilirsə, o insanların nə düşünəcəyini də diktə edir. Buna görə də bəzən eyni hadisə iki fərqli insanda tam fərqli reaksiya yaradır. Çünki hər beynin qorxu həddi fərqlidir. Beyin rahat olanı sevir, tanış fikirlərə yapışır, inanmaq istədiyimizi həqiqət kimi qəbul edir. Bu səbəbdən insan çox vaxt faktlara yox, öz baxışını təsdiqləyən məlumatlara inanır. Bu isə çox təhlükəlidir. Çünki belə olanda insan artıq düşünmür, sadəcə təsdiqləyir. Düşünən insan sual verir, təsdiqləyən insan isə ardınca gedir. Bugün ən böyük güc silah deyil, yenə deyirəm. Bugün ən böyük güc silah deyil, ən böyük güc sakit düşünmək bacarığıdır. Sakit düşünən insan emosiyalara qapılmaz. Sual verən insan manipulyasiyalara qapılmaz. Dayanıb təmkinlə addım atıb, təmkinlə düşünən insan tələyə düşməz. Beyin tələsəndə səhv edər, qorxanda şişirdər. Amma sakit olanda həqiqəti ayırd edə bilər. Ona görə də hər gördüyün xəbərə dərhal inanma. Hər eşitdiyin fikri dərhal paylaşma. Hər qorxunu real təhlükə kimi qəbul etmə. Çünki bəzən real təhlükə yox, qorxunun özü təhlükədir. İnsan beyni ya sənə xidmət edər, ya da kənardan idarə olunar. Ya sən düşünəcəksən, ya da sənin yerinə düşünəcəklər. Unutma, beynin ən böyük gücü yaddaş deyil. Ən böyük güc şuurdur. Şuur isə dayanmaqdır, baxmaqdır, sorğulamaqdır, araşdırmaqdır, formalaşmaqdır, soruşmaqdır. Və sonda ən vacib sual isə budur. Bu sualı mən sizlərə verirəm. Sən öz beyninin sahibisən, yoxsa sadəcə başqasının yazdığı ssenarini oynayırsan?